Dövlət Əmək Müfəttişliyi Xidməti öz fəaliyyətində korrupsiyaya qarşı sıfır tolerantlıq prinsipini rəhbər tutur. Dövlət Əmək Müfəttişliyi Xidmətində Azərbaycan Respublikasının qanunvericiliyinə, ISO 37001 rüşvət əleyhinə idarəetmə sistemi standartlarının tələblərinə, həmçinin digər müvafiq beynəlxalq standartlara uyğun olaraq korrupsiyaya qarşı mübarizə mexanizmləri davamlı şəkildə inkişaf etdirilir və təkmilləşdirilir. Belə ki, korrupsiya risklərinin əvvəlcə müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində xidmət tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir, habelə daxili nəzarət mexanizmləri gücləndirilir. Qanunvericiliklə xidmətə həvalə edilmiş bütün vəzifələrin icrası zamanı isə şəffaflıq təmin olunur. Qeyd edək ki, korrupsiya halı ilə bağlı müraciətlər araşdırılan zaman müvafiq hal öz təsdiqini tapdığı təqdirdə yol verilmiş nöqsanlarla bağlı xidmətin səlahiyyətləri daxilində tədbirlər görülür. Həmçinin yol verilmiş hüquq pozuntusunun tərkibində cinayət və digər xarakterli əməllərlə əlaqədar əsaslı şübhələr müəyyən olunduğu təqdirdə araşdırma aparılması və hüquqi qiymət verilməsi məqsədi ilə aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırılması üçün müraciət olunur. Son olaraq diqqətinizə çatdırırıq ki, korrupsiya halı ilə qarşılaşdıqda məlumat vermək hər kəsin məsuliyyətidir.